İsti su ilə dəstəmaz almaq olar? Bəli, olar. Qadınla kişinin dəstəmazı arasında fərq varmı? Vacibatda heç bir fərq yoxdur. Bədəndən qanın çıxması dəstəmazı batil edir, xeyr etmir. Dəstəmazdan öncə ağzı, burnu yaxalamaq vacibdir, xeyr vacib deyil. Dəstəmazda hansı hissələr quru olmalıdır? Məhz hissələri, yerləri quru olmalıdır. Dırnağın üzərində laq, qaynaq olarsa, dəstəmazın hökmü nədir? Dəstəmaz batildir. Əgər dəstəmaz alanda əlimdə üzük varsa, necə dəstəmaz almalıyam? Yaxşı olar ki, üzüyü çıxardasınız. Əgər çıxartmasanız, üzüyü belə oynadın və su hər yerə tam çatsın. Dəstəmaz alanda krantı bağlamıram, dəstəmaz alıram və su israf olunur. Dəstəmazın hökmü nədir? Dəstəmaz düzgündür, amma suya israf etdiyinizə görə günah qazanırsınız. Xanım dəstəmaz alanda naməhrəm onu görərsə, dəstəmazın hökmü nədir? Dəstəmaz düzgündür, amma naməhrəm onu gördüyünə görə günah qazanır. Hansı hissələrdə? O yerlər ki, naməhrəm görməməlidir. Məsələn, qol hissəsi, saç hissəsi, ayaq hissəsi və s.